İkinci və üçüncü sinif şagirdləri, hətta valideynləri bu videodan qəti şəkildə yan keçməsinlər, sona qədər baxsınlar, çünki bu video məhz onlar üçündür. Bugün sözdə şəkilçi var, yoxsa yoxdur, bunları daha dəqiq şəkildə fərqləndirə biləcəyik. Deməli, bugün test zamanı ikinci siniflərdə düşən suallardan biri qaçı sözündəki çının leksik şəkilçi və yaxud ümumiyyətlə şəkilçi olub olmadığını şagirdin müəllimə çı orada şəkilçidir, hətta leksik şəkilçidir deməyindən sonra qərara gəldim ki, bu mövzu haqqında video çəkməliyəm. Deməli, bugün dərs zamanı öyrəndik ki, çı, çi, çu, çu leksik şəkilçidir, söz düzəldici şəkilçidir. Yəni, sözdən yeni bir söz yaradır, 4 cür yazılır. Şəkilçilər sözlərə ahəng qanununa əsasən qoşulur. Sənət, peşə tipli sözlər yaradır. Balıqçı, gülçü, dənizçi, pambıqçı və s. Və testdə düşən sual, ilk sual belə idi ki, qaçı sözündəki çı şəkilçisi leksik şəkilçidir, yəni sənət peşə düzəldir və şagirdim də bəli, müəllimə bu şəkilçi leksik şəkilçidir, söz düzəldir, sənət peşə yaradır. İndi bunun izahını verəcəm. Ümumiyyətlə, sözdə şəkilçi olub olmadığını öyrənmək üçün həmin şəkilçini, yəni siz dediyiniz şəkilçini sözdən götürmək lazımdır. Əgər həmin sözü müstəqil şəkildə biz cümlələrdə işlədə biliriksə, dilimizdə o sözlər varsa, deməli, doğrudan da o şəkilçidir, hətta leksik şəkilçidir siz dediyiniz kimi. Yox, götürə bilmiriksə, həmin sözü cümlədə işlədə bilmiriksə, deməli, sözün kökü odur. Baxaq elə qaçı sözünə. Qaçı sözündə çı şəkilçisini götürdü, dilimizdə qay deyilən söz yoxdur. Deməli, sözün kökü qaçıdır. Eyni ilə baxaq balıqçı sözünə. Balıqçı sözündə çı şəkilçisini götürdüyümüz zaman balıq sözü var. Dilimizdə balıq sözünü işlədə bilirik. Gülçü sözünü, çü şəkilçisini götürdüyümüz zaman gül sözünü işlədə bilirik. Deməli, burada həqiqətən çı, çi, çu, çu leksik şəkilçilərdir, ümumiyyətlə şəkilçilərdir, sözə qoşulurlar. Amma qaçı sözündə çı şəkilçi deyil. Eyni ilə başqa bir sözə baxaq. Gülər sözündə testdə düşmüşdü, testlərdə çox düşür. Gülər sözündə burada deyirlər ki, lər şəkilçisi çoxluq bildirən şəkilçidir. Yenə eyni qaydada lər şəkilçisini sözdən götürürük. Gül sözü dilimizdə yoxdur, işlətmirik. Ona görə də gülər sözü sözün köküdür. Burada lər heç bir şəkilçi deyil. Ümid edirəm bu video şagirdlər üçün, valideynlər üçün yararlı olacaq. Çətinlik çəkdiyiniz mövzular varsa, rəy bölməsinə mütləq şəkildə yazın ki, mən də yeni videolar çəkim.